Herkese salam, ben Röya Umbayeva ve yeni kanalıma hoş geldiniz. Bugünkü mövzumuz Türkiyədə yaşayan bir tələbənin, Türkiyədə təhsil alan bir tələbənin aylıq xərclərindən danışacağıq. Videonun başında qeyd etmək istəyirəm ki, əgər məni tanımırsınızsa, i butonuna keçid edərək mənim haqqımda məlumatlana bilərsiniz. Gəlin tanış olaq adlı videom var, onu izləyə bilərsiniz. Amma məni ilk dəfə görənlər üçün qısaca bir məlumat verim ki, mən Türkiyədə Sivas Cümhuriyyət Üniversitesində Mimarlıq, Gözəl Sənətlər və Təsərrüf Fakültəsində qrafik təsərrüf bölümü məzunuyam. Türkiyədə təhsil aldığım üçün və 5 ildir artıq Türkiyədə yaşadığım üçün Türkiyədə yaşayan bir tələbənin aylıq nə qədər xərci ola biləcəyini çox yaxşı bilirəm və sizlərlə də bunu bölüşmək istəyirəm. Hər zamanki kimi dəftərimə hər şeyi yazmışam. Sizlərə doğru məlumatlar verməyi ümid edirəm və ümid edirəm ki, bu video sizin üçün maraqlı olar. Videonun girişini çox uzatmadan keçək videomuza. Türkiyədə tələbə olmaq nə qədər pul tələb edir? Videonun başından qeyd etmək istəyirəm ki, Türkiyədə hər il hər şeyə zam gəlir. Bəzən olur ki, ildə 2 dəfə falan müəyyən şeylərə zam gələ bilər. Ona görə də hal-hazırda videoda dediyim büdcələr, qiymətlər indiki dövrümüzə aiddir. Əgər bir neçə aydan, bir neçə ildən sonra videomu izləyirsinizsə, artıq hər şeyə zam gəlmişdir. Mən indiki güncəl qiymətlərdən sizə bəhs eləyəcəm. Amma əlbəttə ki, çalışacağam ki, manatla da deyim, çünki manatla çox da bir dəyişiklik olmur. Burada rəqəm artır, amma dəyər artmır deyə düşünürəm. Çünki manata çevirərkən yenə hər şey çox da dəyişmir. İlk öncə bundan başlamaq istəyirəm ki, Türkiyədə tələbəsinizsə əgər, bu o deməkdir ki, siz yurtda qalırsınız. Bildiyiniz kimi universitetlərin kampüslərində universitetlərə aid yurtlar olur. Özəl yurtlar da olur, dövlət yurtları da olur. Ümumiyyətlə, siz istəsəniz bir neçə dostunuzla kirayə də yaşaya bilərsiniz. Əlbəttə ki, kirayə bir ev də tuta bilərsiniz. Mən bugün yurtlardan danışacağım. Çünki mən 4 il boyunca yurtda yaşamışam və yurtdakı qiymətlərdən danışacağım. Yurtdakı qiymətlər 50 manat, maksimum isə 100 manat arasında dəyişir. Mənim yadımdadır ki, birinci kursa 2021-ci ildə 400 TL aylıq pul ödəyirdim. 400 TL-də 40 manat idi. İndi də 1800 falan ödənir, amma yenə 50 manat dəyərinə gəlir çıxır. Ona görə də dəyər çox da artmır. Yəni bunu deyə bilərəm ki, yurtda qalmağınız təbii ki, daha çox məsləhətlidir, amma yurdun da öz qayda qanunları olur. İstəsəniz yurdla bağlı da ayrıca bir video hazırlaya bilərəm sizlər üçün. Ona görə bunun üstündə çox durmayacağam. Dediyim kimi, burada yaşayırsınızsa, əgər hər şəhərin öz qiymətləri olur, o ayrı. Hər şəhərdəki kirayə qiymətləri fərqli olur. Bəlkə yurtların qiymətləri də fərqli olur, amma genel olaraq dövlət yurtları olduğu üçün KYK deyilir yurtlara, dövlət yurduna. Kredi Yurtlar Kurumu deyə geçir adı. Yəni KYK yurtlarında 50 manat, 60 manat, 100 manatı da maksimum məbləğ olaraq dedim, amma 50-60 manat, maksimum 70 manat arasında dəyişkənlik göstərir. Bundan əlavə də yurtların öz yeməkxanaları olur və gündə 2 dəfə gedib oradan pulsuz bir şəkildə yemək yeyə bilərsiniz. Amma ola bilsin ki, pullu da yeyə biləcəyiniz yurtlar da ola bilər, amma narahat olmayın, pulu 1-2 manat maksimum dəyişir. Yəni 1-2 manata siz sup, aş və ya bulgur, yanında ətli hər hansısa bir yemək, içəcək falan, yəni 1-2 manata bunları həll edə bilərsiniz. Amma bunu da vurğulamaq istəyirəm ki, yurtların yeməkləri elə də yaxşı olmur. Mən birinci kursda yeməkləri yirdim, amma sonradan yeməyi dayandırdım və sonuncu kursa qədər yurtda heç yemək yemədim çalışdığım qədər. Çünki yurtlarda, məsələn, bizim yurdumuz qız yurdu idi və qız yurdunda 10.000 nəfərlik bir qız yurdu idi. Düşünün, 10.000 nəfər üçün yemək hazırlanarkən hansı şərtlərdə, hansı qısıtlı zamanlarda hazırlanır. Mən şəxsən gigiyenik cəhətdən yeməməyi seçdim. Ola bilər ki, böyük ehtimal yurtda yemək yeməyəsiniz. Ona görə də çöldəki yeməkləri də sizə demək istəyirəm. Hal-hazırda günü bugün, əgər gündə 2 dəfə çöldə yemək yeyəcəksinizsə, ortalama 400-500 TL arasında bütçə ayırmalı olacaqsınız bir günə. Bu da 20-25 manat edir. Mən şəxsən hər gün çöl yeməkləri yeyirdim restoranlarda və ya dönərxanalarda. Yəni çöl fast food yeyirdim desəm yeridir. Əlbəttə ki, çorbacılar da var, mantı restoranları falan da var idi. Yəni hər gün fərqli təamlardan dadırdım və gündəlik bütçə olaraq maksimum 500 TL ayırmışdım. Çünki ortalama bir yemək 200 TL təşkil edir. Məsələn, ola bilər ki, səhər yeməyimi 150 TL-yə yeyərəm, amma axşam yeməyim 350 TL olar. Yəni ortalama məbləğ olaraq yeməklər ortalama 200 TL əhatəsində dəyişir. Ona görə də gündə əgər 2 öğün yemək yeyəcəksinizsə, 500 TL bir kənara ayırmalısınız hər gün üçün. Bundan
Bundan əlavə də təbii ki, arada bəzi sosial ehtiyaclarımız, məsələn, arada kofe içmək istəyirik və ya bir şirniyyat yemək istəyirik. Bunun üçün də ayrıca bir məbləğ ayırırıq. Məsələn, hal-hazırda Türkiyədə Starbucks-ı nəzərə alıram. Mən Starbucks-dan kofe içirəm həmişə. Orada 200-250 TL arasında kofelerin qiymətləri dəyişir. Eyni zamanda şirniyyatların da 200 TL civarında olur. 250-yə 300-ə də var. 150 TL-yə, bəlkə 100 TL-yə də şirniyyat tapa bilərsiniz. Bir tort və ya bir pasta, hər hansısa bir şirniyyat növünü tapa bilərsiniz. Əlbəttə ki, bu da bizim istəyimizdir. Gündə sosial ehtiyaclarımızla, dostlarımızla bir kafedə oturarkən falan. Əlbəttə ki, arada bu tip şeylərə də məbləğ pul ayırmağımız lazım ola bilir. Bunların xaricində nəqliyyat vasitələrinə də pul ödəməlisiniz. Şəxsən nəqliyyat vasitələrinə hansı şəhərdə yaşadığınız nəzərə alınaraq nəqliyyat vasitələrinin qiymətləri dəyişir. Amma təbii ki, hər şəhərin hər yerdə tələbə kartları olur. Tələbə kartlarımı da sizə göstərmək istəyirəm. Bu şəkildə 2 dənə tələbə kartım var. Bu mənim Sivasda oxuyurdum mən. Sivasda olarkən siz gedirsiniz, ödənişli bir şəkildə alırsınız bu kartı və endirimli bir şəkildə avtobuslardan, nəqliyyat vasitələrindən yararlana bilirsiniz. Bu isə mənim İstanbulda, bilirsiniz ki, ailəm İstanbulda yaşayır və hər zaman mən İstanbula geri dönürəm. Hər tətildə və ya hal-hazırda da universiteti bitirmişəm və İstanbulda yaşayıram. Bu da mənim İstanbulda istifadə etdiyim tələbə kartımdır. Burada da bilgilərim var. Tələbə olduğunuza dair sənədi göstərərək bu kartları ala bilərsiniz. Endirimli şəkildə nəqliyyat vasitələrindən yararlana bilərsiniz. Qiymət sizə deyə bilməyəcəm. Məsələn, mənim yaşadığım şəhərdə bilirsiniz, Sivasda sadəcə avtobusdan istifadə edirdik və avtobusun qiymətləri hər il zam gəlirdi. Məsələn, birinci kursda 3 TL ödəyirdik, amma hal-hazırda 15 TL falan bu tip ödənir deyəsən. Yəni onlara da zam gəlir. İstanbulda birazcıq daha bahadır. 20 TL, 40 TL. Misal üçün valideynlərim avtobusa 40 TL ödəyirlər minərkən. Onlar tələbi olmadıkları üçün. Ona görə bu tip şeylər də ola bilər. Yəni ona görə qiymətləri tam sizə deyə bilməyəcəm. Həm də bizim universitetimiz də çox böyük kampüsü olduğu üçün, çox böyük universitet olduğu üçün mütləq ki, avtobusa minirdi universitetin bir tərəfindən o bir tərəfinə getmək üçün. Yəni bunu da nəzərə almaq lazımdır. Digər nüans da geyimdir. Mən məsəl üçün Türkiyəyə gəldikdə çox balaca bir çamadanla gəlmişdim. Orada bir neçə paltarım var idi. Onun xaricində bura gəldikdən sonra yavaş-yavaş aldım. Burada təbii ki, biraz daha uyğun qiymətlidir. Hətta axtarsanız çox daha uyğun qiymətli geyimlər tapa bilərsiniz. Yəni burada geyimlərinizi də yavaş-yavaş həll edə bilərsiniz. Burada bilirsiniz ki, Trendyol da var və Trendyoldan sifariş etdiyiniz hər şey çox qısa müddətdə sizə çatdırılır. Öz adresinizə, yaşadığınız yerə çatdırılır. Bu yurt da ola bilər. Yurtlara belə çatdırılır. Yəni elə vaxt olur 1 gün, elə vaxt olur 3 gün. Yəni maksimum 3 gün içərisində siz geyimlərinizə ulaşa bilərsiniz. Bütçənizdən birazcıq kənara ayıraraq yavaş-yavaş geyimlərinizi də ala bilərsiniz. Dediyim kimi hər bütçəyə uyğun burada geyimlər tapa bilərsiniz. Bir digər mövzulardan biri də Azərbaycana, Türkiyəyə valideynləriniz necə pul göndərsin? İlk başlarda mən bura ilk gəldiyimdə bilirsiniz ki, Azərbaycanda 17-18 yaşlarında universitetə qəbul olunur. Mən 17 yaşımda universitetə qəbul olmuşdum. 18 yaşımı tamamlamadığım üçün mən burada öz adıma kart ala bilmirdim. 18 yaşım tamam olana qədər valideynlərim mənim pasportuma pul göndərirdi. Bunu da valideynləriniz bir poçt idarəsinə gedib sizin pasportunuzu göstərərək və ya sizin pasportunuzun şəklini və ya orada seriya nömrəsini göstərərək o pasportun adına pul atıla bilər. Mənim valideynlərim bu şəkildə edirdi 18 yaşıma qədər. Pasportuma pul atırdım. Mən də burada hər hansısa bir banka gedərək, daha çox Ziraat bankına gedirdim. Ziraat bankına gedərək pasportumu verirdim və deyirdim ki, pasportuma pul gəlib, onu çəkmək istəyirəm, onu götürmək istəyirəm. Bu şəkildə idarə edirdim. Yəni bu çox da çətin bir proses də deyildi. Amma artıq 18 yaşınız tamam olubsa, əlbəttə ki, burada özünüzə bir kart ala bilərsiniz. Mən daha çox sizə hansı kartları tövsiyə edərdim? Ziraat və Empara kartlarını tövsiyə edə bilərəm sizlərə. Ümumiyyətlə hansı bankdan istəyirsiniz ala bilərsiniz, amma mən şəxsən Ziraat və Empara kartlarından istifadə edirəm. Burada mütləq gəlib buradan kart almalısınız. Amma əgər Azərbaycanda sizin öz şəxsi başqa bir kartınız
kartınız varsa onu da burada gəlib istifadə edə bilərsiniz. Təmassız ödəmələrdə istifadə edə bilərsiniz. Amma bir bankomata salıb pul çəkmək biraz sizin üçün baha başa gələ bilər. Çünki xarici bir kart olduğu üçün, yurt dışı bir kart olduğu üçün sizdən komissiya tələb olunacaq. Komissiya çıxacaq. Bu komissiyada daha böyük bir məbləğ ola bilər. Dediyim kimi təmassız alış-verişlərdə istifadə edə bilərsiniz. Elələri var ki, Azərbaycandan gələrkən Bakıda bir neçə yerdə ziraat bankları var. Oradan ziraat kartı alıb gəlmişdi. Amma bunu sizə qətiyyən tövsiyə etmirəm. Oradan ziraat kartı alıb gəlməyin. Burada gəlin alın, buranın olsun. Çünki siz oradan da nə qədər eyni bank olsa da yenə siz xaricdən bunu almısınız və həqiqətən bu sizin üçün müəyyən mövzularda sıxıntı yarada bilər. Gəlib buradan buranın kartını, burada bu ölkədə Türkiyədən bir bank kartı almağınızı tövsiyə edirəm. Bir digər mövzuda mənə necə pul göndərilirdi, sizə onlardan biraz bəhs edeyim. Birinci, ikinci kurslarda mənə 3-4 günlük pul göndərilirdi. Hər 3-4 gündən bir bu yenilənirdi. 3-4 gün məni idarə edəcək pullar göndərilirdi. Bəzən 5-6 gün də ola bilər, maksimum 1 həftə. Mən 1 həftə ərzində onu sistematik şəkildə xərcləyirdim. Bu bitdikdən sonra da yenə 3-4 gün sonra mənə yenidən pul göndərirdi valideynlərim. Amma sonuncu kurslarda isə artıq mənə 15 gündə bir pul göndərilməyə başladı. Ayda 2 dəfə pul göndərilirdi və 15 gün ərzində xərcləyə biləcəyim bir büdcə olurdu bu. Amma bu təbii ki, ailələrin durumlarına, öz sistemlərinə, öz düşüncə tərzlərinə görə əlbəttə ki, dəyişir. Türkiyəyə bir tələbə olaraq gəlsəniz, sizin büdcələriniz bu tip şeylərə çıxacaq. Amma əgər siz bura gəlib kirayə bir evdə qalsanız, o isə tamam fərqlidir. Orada daha çox pullarınız çıxacaq əlbəttə ki. Kirayə evlərin depozitosu olur. Məsələn, misal üçün 20.000 TL-lik bir ev tapdınızsa özünüzə, 20.000 TL də əlavə ona depozit ödəməlisiniz. Depozit də nədir? Əgər bilmirsinizsə, bilməyənlər üçün deyim. Siz evdən çıxarkən o depozit əlbəttə ki, sizə qaytarılır, amma evə gəlib baxıldıqdan sonra. Misal üçün siz bir neçə ay bu evdə yaşamısınız. Evin sahibi gəlir, evin hər bir detayına baxır. Əgər sizin bu evdə hər hansısa bir ziyan verdiyiniz bir şey varsa, depozitonuzdan onun büdcəsi düşülür və axırda o depozito nə qalırsa sizə qaytarılır. Bəzən olur ki, heç qaytarılmır. 20.000 TL kirayəni ödəyirsiniz, 20.000 TL depozito ödəyirsiniz eyni anda. Plus əgər siz əmlakçıdan evi tutmuşsunuzsa, əmlakçıya da evin qiyməti qədər pul ödəməlisiniz. Yəni bu sistem həqiqətən çox qəribə bir sistemdir. Məncə çox mənasız bir sistemdir. Əlbəttə ki, mənalıdır, amma çox sıxıntıya salacaq bir sistemdir. Düşünün, 20.000 TL depozit ödəməlisiniz, 20.000 TL həmin ayın kirayəsini ödəməlisiniz, 20.000 TL də əmlakçıya pul ödəməlisiniz və eyni anda, eyni günlər içərisində bunu eləməlisiniz. Bu həqiqətən çox sıxıntılı bir şeydir. Əlbəttə ki, əmlakçısız olanları da tapa bilərsiniz. Özünüz ev tapsaz, əmlakçı, yəni makler evi tapmasa, əlbəttə ki, o istisnai bir haldır. Yəni mənim deyəcəklərim bu qədər. Əgər tələbə olaraq bura gəlsəz, yəni bunları göz önündə saxlamağınızı, qulağınıza sırğa eləməyinizi tövsiyə edirəm sizə. Əgər suallarınız varsa, əlbəttə ki, şəhər bölməsində qeyd edə bilərsiniz. Mən sizin suallarınıza məmnuniyyətlə cavab verməyə hazıram. Əlbəttə ki, burada bəlkə də mənim də yadıma gəlməyən, ağlımdan çıxmış olan nüanslar ola bilər. Sizin suallarınıza cavab verməyə sevə-sevə hazıram. Bunun xaricində əgər mənə verə biləcəyiniz video fikirləri varsa, daha sizlər üçün nələr çəkim, onu da yenə şəhər bölməsində qeyd edə bilərsiniz. Mən sizin fikirlərinizə də açığam. Bilirsiniz, kanalım yenidir və yeni açılmış bir kanal üçün balaca dəstəyiniz belə çox önəmlidir. Videoyu bəyənməyi, kanala abunə olmağı, şərh bölməsində fikirlərinizi, suallarınızı yazmağı və bildirimləri açmağı unutmayın. Bugünlük də bu qədər. Hələlik.